Şəhid gəlir, birinə fit saldırsan, başında araqçın, əlində Quran, birinə alqış elətdirirsən. Sən balan dünyadan köçsün, gəlsinlər, sən balanın yasında 10 nəfər əl çalsın, ağlın gəlsin başına. Sən valideynlərin dünyadan köçsün, cəmaat gəlsin orada fit salsın, başa düşəsən şəhidə fit saldırmazlar. Hər kəsi qoyduq qırağa. Hər kəsi qoyduq qırağa. Bu mollalara nə düşdü görəsən? Siz nə yediniz bugünə düşdünüz? Keçən il fəqihə dil uzadan bu il İmam Hüseynin adına olan şuarlara dil uzadar da. Bu normal bir dənə haldır da. Elə bu cür olmalıdır da məsələlər. Mən danışım, siz danışırsınız. Və bizim vəzifəmiz, əziz möminlər, ən azından bu adamlara söz deyənlər söz desin. Deyə bilməyənlər, ən azından münasibətin kətsin bu cür adamlarla. Ki sən illərdə Quran oxumusan, balana bu yoldan çörək aparmısan. İndi İmam Hüseyin əleyhissalamın adına bağlanan bir nəfər dünyadan köçür, şəhid dünyadan köçür. Sən fitin birin bir qəpikdən saldırırsan cəmaata. Sapanın, sən yaratmısan da şəraiti. Mərdin mərdanəliyin olsun, bir dəfə dur de ki, qardaş burada sapan çalmayın, bu şəhid diye. Bu dünyadan köçən müsəlman diye. Erməni gedər öz ölüsünə fişqa çaldırar. Erməni gedər öz dünyadan köçənlərinə əl çaldırar. O da bu batil məktəbin ölüsüdür da. Hak məktəb şəhid verir. Onu ehtiramla qarşılayarlar. Onu Allah'ın adıyla qarşılayarlar. Onu peygamber ve ali peygamberin adıyla qarşılayarlar. Bu məsələlər cəryan eləyir. Onlar abi neçə gündən sonra bunlar da ötüb keçəcək. Ama bugün bu məsələlər reallıq budur ki, məsələlər insanların arasında baş verir. Heç kimdə çox ziddinə gedən də yoxdur. Elə bir bu mollaların əlinə fürsət düşüb, pişə kişi. Heç olmaya başqa bir mərdanəliyin yoxdur, söz deyə bilmirsən, sakit dur da. Mikrofon əlində niyə hay salmısan? Bu cür əqidəsiz adamlarla İmam Hüseyin əleyhissalamın fəzilətindən danışmaq lazımsız məsələdir. Burada fəzilətin yeri yoxdur. Bu cür adamlarla mübarizə aparmaq lazımdır. Bu cür başında araqçın olanlarla mübarizə aparmaq lazımdır. Görürsən biri bu cür adamları səhər gətir 30'lu məclisinin başında. Səhər onu mənbərə çağırıb. And ola İmam Hüseynin həqqaniyyətinə, bu İmam Hüseyin məktəbinə xəyanətdir. Sən də ona şərait yaratmısan bu yolda. Haçan bilib özün yığışdıracaq o adam. Bəlkə elə sənin bu etirazından o özünə gələr ki, ayıb olar adam şəhid məclisinə qarşı bu hörmətsizliyi eləməz. Şəhidlər bizim baş tacımızdır. Şəhidlər bizim qürur yerimizdir. O şəhidlər ki adlarını İmam Hüseynə bağlayıblar. Bunların hörmətin biz ən əzizlərimizdən artıq tutmalıyıq. Yox, əgər biz bu müqəddəslərə də bu qədər bu qiyməti verdiksə də nə oldu? Şəhidlik məktəbi irs qoyub, cəmaat şəhadətə can atır. Və bu şəhidin məktəbinə, bu gələn şəhidə bu olan hörmətdən sonra yerdə qalan cəmiyyət bu şəhiddən nə irs aparacaq? Bu məktəbdən nə irs aparacaq? Ki, cəmiyyət bu barədə gərək yaxşı düşün.